1992-ci il 26 fevral Xocalı soyqırımı, qan yaddaşımız, erməni faşistlərinin bayram etdikləri gün. Sonradan o günü xatırlayan bir əskər danışır. Meyitləri Daşbulaqda bataqlığa tökdük, körpü düzəltdik. Üstündən qorxa-qorxa keçdik. Əsirlərə işgəncə verən zabit lovğalanır. Bir türk uşağını divara mismarladıq, dərisini soyduq. Saata baxdıq, 7 dəqiqəyə öldü. Özlərini faşistlərə oxşatdılar. Uşağa, qocaya baxmadılar. 613 nəfəri qanına qaltan etdilər. Orada 65 uşaq, 70 qoca da var idi. Əsir düşənlərdən 150-si hələ tapılmayıb. Öldürüb təhqir etdilər. Qar üstündə qoyub getdilər. Türklərə necə dağ çəkdik dedilər. O vaxt erməni xislətlilər heç bir reaksiya vermədilər. 32 il keçdi Xocalı qətliamından. 100 illər də keçdi o faciədən, heç vaxt çıxmayacaq yaddaşımızdan. Keçən il çox sevindi Xocalılar. Dəmir yumruq yuxarı qalxdı. İrəli səsləndi Ali Başkomandan. Azad oldu Xocalı işğalda. Bu il soyqırımını anır bütöv Azərbaycan. Bütün Türk ölkələrində bu faciə yad edilir. Qətliamda iştirak edən ermənilər ölkəmizə gətirilir. Həqiqətlər üzə çıxır. Ay Allah, nələr söyləmilir. Bizə necə dağ çəkdiyini lovğa-lovğa danışanlar indi barmaqlıqlar arxasında oturublar. Xocalıda başlayıb tikintilər, Xocalılar sevinirlər. 32 il sonra oraya görüşə getdilər. Həmən yerləri ziyarət etdilər. İndi sizə biz dağ çəkdik. Dalğalandı üçrəkli bayrağımız. Azaddır Xankəndimiz, Xocalımız. Oralar daha da gözəl olacaq. Xocalıya köç başlayacaq. Ay dığalar, nə qədər dost axtarsanız da ürəyinizdə qalacaq. Arzularımız puç olacaq. Bir dəfə qalxan bayrağımız heç vaxt aşağıya enməyəcək. Rahat yatın, şəhidlər. Sizin qanınız yerdə qalmadı. Azad oldu Xocalı. Allah şəhidlərimizə min rəhmət etsin.